Coşqun müəllim, xoş gəlmişsən yenidən Azərbaycan nəşriyyatına, xəbərexpress.az saytına. Bildiyiniz kimi, bir neçə müddət öncə xəbərexpress.az saytı tərəfindən Coşqun müəllimə sayğac çəkilməyi ilə bağlı avadanlıqlar alındı, verildi, köməklik göstərildi. Xalqımız tərəfindən, təbii ki, xalqımızın dəstəyi ilə olundu. Amma bugünkü gün Coşqun yenə deyəsən qaz çəkilməyi ilə bağlı maneə törədilər və biz Nərimanov rayonu bütün qaz istismar və bütün orqanlara müraciət etdik. Təəssüflər olsun ki, istəyimiz yarımçıq qaldı, əldə edə bilmədik. Amma indi Coşqun özündən soruşacaq ki, Coşqun müəllim, sizə nədir mane olan? Burada mane olan mənim qardaşımdır. Ceyhun Allah verir, imkan vermir. Onun ailəsi ki, bunları qazsız saxlayacaq. Qulumlara da getmişik, eləmişik. Onlar da deyir ki, gedim çəkin. Sayğacın kodu sizin ananızın. Yəni bunu araşdırmışıq. Baş idarədə də, qaz idarəsində də araşdırmışıq. Anamın adınadır, evdə hamısını anamın adınadır. Xəbərexpress.az saytı bunu araşdırıb ki, hər şey anasının adınadır. Amma mən də deyirəm ki, gəlin özünüz də çəkin eləyin. Nədir? Bizim adamımız yoxdur. Axırda Nərimanov rayonunun qaz idarəsi də deyir ki, get məhkəməyə müraciət elə, məhkəmə yolundan bu həll olacaq. Bizə də məhkəmə göstəriş versin, biz də gərək eləyək. Başqa çıxışım yox. Sizin xəbərexpress.az saytının istəyiniz nədir? İstəyim odur ki, yəni bu problemlər aradan qalsın, kömək olsun. Uşağım orada qalıb belə, məsələn, yoldaşım xəstələnir, yəni dəvə-dərmanı imkanım da yoxdur, otağım balacadır. Neçə ildir qazsızsınız? Hardasa bir anam rəhmətə gedəndən bax belədir. 4 ildir. Mən də orada burada gedib yoğunlaram, eləyirəm. Uşağım da qonşuda yoğunlar eləyir. Yəni icazə vermir ki, siz o qazdan istifadə edəsiniz? Ay sağ ol, bəli. Üzümü dövlət başçısına, İlham Əliyev cənablardan xahiş edirəm bu məsələyə köməklik göstərin. Tezliklə bütün sənədləri toplayıb xəbərexpress.az saytı olaraq araşdırmaya başlayacağıq. Qışda, soyuqda qalmayacaqsınız. Qonşulardan, qazından, hamamından istifadə etməyəcəksiniz. Ümidvarıq ki, bundan sonra 4 ildən sonra evinizə qaz çəkiləcək. Bəli. Mən də istəyirəm ki, dövlətimiz hər zaman sizlərə dəstək olur, əllərimizə dəstək olub və ümidvarıq ki, bundan sonra da dəstək olacaq. Çox gördüm. Coşqun, nəsə duyğulanmısan? Bəli, duyğulanmışam. Anam 4 ildə rəhmətə gedəndən sonra mən 4 ildə qazsız qalmışam. Yəni danışa bilmirəm. Mən xahiş edirəm, bütün hökumət xahiş edirəm ki, gələsindən. Yəni mən dərdim böyükdür, mən hər şeydən uzaqlaşmışam. Anam dünyasını dəyişəndə o mənim qazımı da kəsir, işığımı da kəsir, istiliyimi də kəsir, yoldaşım da xəstələnir, uşaq da istilir, özüm də istilir. Yəni xahiş edirəm ki, mənə kömək olsun. Allah özü kömək olsun, Coşqun. İnşallah ki, dövlətimiz sənə dəstək olacaq. Ümidvaram. Araşdırmalarımızda yenidən başlayacağıq. Xəbərexpress.az saytı. Yəni ki, Rəbbimdən onu istəyirəm, uşağıma şərait olsun ki, uşağım da başlasın, oxusun. Bir oğlunuz var. Bir oğlum var, təhsil. And olsun, uşaq ağlayır, yoldaşımın gözü yaşlı olur. Akşam da baxmışam, ürəyim, başımı sökülür, qalmışam belə ki, akşama kimi evdə də tapan. Əlatsız qalmışsınız. Akşama kimi ya soğuk bilmirəm, ya qış bilmirəm, ya bilmirəm. Akşama kimi çöllərdə araba datmaqdan bir parça uşağıma... Aldığımız məlumata görə gün olmaqda fəhlə işləyirsiniz. Yəni, istədiyimi də alıb vermirlər. Yəni mən nə deyim, prosto yola deyim. Onu da deyim ki, Coşqun müəllimin bir gözü görmür. Bəli. Yəni bir gözə əməliyyat olub, sadəcə protezdir. Sol gözüm protezdir, sağ gözüm də 7-6 payı. Sağ olun, salamat qalın izləyicilərimiz. İnşallah ki, araşdırmalarımız davam etdiriləcək. Ümidvaram ki, Coşqun müəllim bu il, bu qış qazsız qalmayacaq. İnşallah görüşmək.